Mən 1990-cı ildə yanvarın 19-u Bakıya getmişdim. Əmim qızı gilə. Gecə saat 12-dən 1-ə işləmiş, atəş səsləri eşitdik. Hamı çıxdıq çölə, həyətə, indiki Basin küçəsində olurdular. Həyətə çıxdıq, gördük, atışma səsləri eşitdik. Hələ heç kim heç nə başa düşmədi. Bir anlıqda televizor qaraldı, efir kəsildi, partlayış səsləri eşitdik. Sonra küçədə möhkəm atışma səsləri, tankların səslərini eşitdik. Heç nə başa düşmədik. Təzədəndən gəldik, girdik evə, qapıları bağladıq, oturduq evdə. Bir neçə saatdan sonra bir nəfər oğlanın qan içində bizim evə tərəf gəldiyini gördük. Qapı döyüldü, qapını açdıq. Oğlan asfaltda sürünə-sürünə bizim evə tərəf gəlmişdi. Mən qaldığım ev 1-ci mərtəbədə yerləşirdi. Həmin evin qapısını açdıq, oğlan saldıq içəri. Qanın zadını yuduq, təmizlədik, əli ayağı sürünərək cırıq-cırıq olmuşdu. Nəhayət oğlan danışdı ki, aeroport yolunda belə bir hadisələr olub. Bizim dinc əhalimizi, müstəqilliyimizi bərpa edən gənclərimizi, dinc əhalimizi tanklarla Rus ordusu qırıb. Səhərəcən yata bilmədik. Tezdən durdum, gəldim Kərvansara deyilən yerə. Oradan evə gəlmək istəyirdim Sabirabada. Bir neçə nəfər də Sabirabaddan var idi. Biz çox dəhşətli bir hadisə ilə üzləşdik. Orada körpünün üstündə tanklar hərəkət edirdi. Üstündə də böyük bir, elə bir ki, vəhşiyə oxşayan insanlar var idi. Saqqallı, böyük hündür insanlar var idi. Biz hamımız dayanmışdıq orada. Körpüdən keçən tanklar atəş açdı bizə. Nəhayət oradan bizi heç bir marşrut, taksi tapa bilmədik. Evə gəlmək üçün bizi tankların qabağına salıb prezident apartmanına apardılar. Orada bir qızın universitet tələbəsi idi. Qız tankların arasında qalıb faciəli surətdə həlak oldu. Mən bunların hamısının şahidiyəm, amma danışa bilmirəm. Sonra biz gəldik, yenə bizi tankların qabağına salıb gətirdilər poyuz vağzalına. Orada da bizə heç bir poyuzlar olmadı. Amma biz eşitdik ki, böyük bir faciə baş verib. Gündüz elə bir ki, saat 3-4-5 arası olardı. Biz piyada Bakıdan şəhərin içərisindən bizi tankların qabağında bizi gətirdilər Lökbatan dairəsinə. Orada bir neçə əskərlər dayanmışdı, tanklar dayanmışdı. Rus əskərləri idi hamısı. Qadınları, kişiləri yoxlayırdılar. Bizi də qadınlı, uşaqlı hamımızı o sarı avtobus deyilən bir avtobusa saldılar və başladılar avtobusu atəşə tutmağa. Sonra şoförə dedilər, sür get, sürücü sürdü, gəldi. Nə danışdılar, nə danışmadılar, biz başa düşmədik. Nəhayət bizi magistral yoldan Ələtə gəldik. Ələtdən bizi qoymadılar bəri keçməyə, göndərdilər Lənkəran tərəfə. Və oradan gəldik, Salyanda düşdük. Sonra maşın tutub gəldik evə. Nəhayət səhərsi gün bildik ki, Azərbaycanda nələr baş verir. Düzdür, mən çox böyük bir faciənin şahidi olmuşam. Lakin danışa bilmirəm. O günləri xatırladıqca ürəyimdən böyük bir hisslər keçir və nəhayət ki, Azərbaycan öz müstəqilliyinə nail oldu. Allah şəhidlərimizə rəhmət eləsin.